o boynu yoğun, əmmaməli İran məmurları var ha. Hesablama Palatasının keçirdiyi audit nəticəsində ASTV-də 26 milyonluq maliyyə pozuntusu aşkarlanıb. Məlum olub ki, ASTV əmək haqqı formasında ödənilməli olan vəsaitləri qanunsuz olaraq qonorar adı ilə rəsmiləşdirib. Ümumilikdə 26 milyon manat dəyərindəki maliyyə pozuntusu 2023-cü ildə 11,3 milyon manat, 2024-cü ildə 11,6 milyon manat, 2025-ci ilin birinci rübündə isə 3,1 milyon manat təşkil edib. Nəticədə icbari sosial ödənişlər tam verilməyib, işçilərin sosial təminat hüquqları pozulub. ASTV-nin öz açıqlayıb ki, bu pozuntu bir neçə ildir davam edir. Lakin uzağı gələn ildən tamamilə maaş sisteminə keçiləcək. Doymadın mı İran? Daha nə qədər olar? Yəni həyatda hər bir şeyin olduğu kimi şərəfsizliyin də, ləyaqətsizliyin də bir çərçivəsi, bir sonu var axı. Görünür, sənə görə yoxdur. Bir daha deyirik, efir etikasına sığmır. Odur ki, sadəcə onu deyirik. Vicdanın, şərəf və ləyaqətin bitdiyi yer.